Salam hörmətli izləyicilər. Bəzi sürücülər günlərlə avtomobili idarə edirlər, amma təhlükələri görmürlər. Siz baxın. Siz baxın görün. Bax bu videoda nə təhlükə görürsünüz? Çox adamlar deyəcək ki, burada heç bir təhlükə yoxdur. Gəlin yenidən analiz edək. Bax fikir verin. Orada məhəllədən maşın çıxır. Böyrümüzdəki avtomobil sürətlə bu dəqiqə keçəcək. Baba keçir. Və təsəvvür eləyin ki, o məhəllədən çıxan maşın qabağa versə maşını, yəni irəli versə, həmin bu soldakı avtomobilin sürücüsü nə edəcək? Tormuz kömək eləməyəcək, sağa çəkəcək sükanı. Kimi vuracaq? Bizi vuracaqdı əgər biz tormuza keçməsəydik, əgər biz onun sağ tərəfində olsaydık. Ona görə də diqqətli olmaq lazımdır. Ona görə də instinktiv manevr etmə adında bu xatadan özünüzü qoruyun. Bax, avtomobil keçir və tormuzda deyil. O biri maşın çıxsa sükanı sağa vurub bizi vurucu tormuza keçməsəydik. Diqqətinizə görə çox sağ olun, özünüzü qoruyun.